ki, edilə bilməz. Sual verən deyir, mənim sünnilər və şiələr arasındakı əsas məsələ ilə bağlı bir sualım var. Yəni, Peyğəmbərin həyat yoldaşı Ayşə və onun səhabələri Əbu Bəkir və Ömər haqqında. Onları təhqir edirlər. Sizin bu barədə fikriniz nədir? Mənim fikrim budur ki, biz həmişə hörmətlə və ədəblə müzakirə aparmalıyıq. Və düşünürəm ki, nə biz, nə də özünü mömin sayan heç kəs digər məzhəbin müqəddəs saydığı və lider kimi qəbul etdiyi şəxslərə qarşı söyüş və ya pis sözlər işlətməməlidir. Biz bu cür davranışlara tamamilə qarşıyıq, amma o demək deyil ki, biz həmin şəxsləri yaxşı insanlar kimi qəbul edirik. Biz Əbu Bəkir, Ömər və Osmanın Allah tərəfindən təyin olunmadığına və adlarının Peyğəmbərin vəsiyyətində qeyd edilmədiyinə inanırıq. Biz inanırıq ki, Muhammed Peyğəmbər özündən sonra xəlifə olaraq Əli ibn Əbu Talib əleyhissalamı təyin etmişdi. Bu barədə Peyğəmbərin əhl-i beytindən və yaxın səhabələrdən gələn rəvayətlər o qədər çoxdur ki, göz ardı edilə bilməz. Qədirxum hadisəsi tək başına bu məsələyə dair yetərli dəlildir ki, Peyğəmbərdən sonra haqq xəlifə Əli ibn Əbu Talibdir. Ondan sonra isə 11 imam gəlməlidir. Sonra isə 12 Mehdinin gələcəyi bildirilir. Bu səbəbdən bundan sonra xilafət taxtına əyləşən hər kəs haqqı olmayan bir məqamda oturmuş bir qəsbkar sayılır. Peyğəmbərin zövcələrinə gəldikdə isə biz Allahın dediyinə inanırıq. Allah nə deyil? Allah Ayşə və Həfsəni qınayıb. Onları Nuhun və Lutun arvadları ilə müqayisə edib. Quran deyir ki, onların arvadları onlara xəyanət etmişdi. İmam Sadiq əleyhissalam buyurub ki, bu xəyanət çox pis formada baş verib. Buna görə də biz inanırıq ki, bu ayədə edilən müqayisə Ayşə və Həfsənin Peyğəmbərə qarşı çox pis bir iş gördüklərinə işarə edir. Quran deyir ki, əgər o ölsə və ya öldürülsə, Əhl-i Beyt əleyhissalam deyir ki, o öldürüldü. Sünni rəvayətlərinə görə də o yəhudi bir qadın tərəfindən zəhərlənərək öldürülüb. Problem orasındadır ki, bu zəhərlənmə hadisəsi Peyğəmbərin ölümündən 1, 2, bəzən 3 il əvvəl baş vermişdi. Amma heç kim zəhərlənmədən bu qədər uzun müddət sonra ölməz. Digər rəvayətlər də var ki, Ayşə və Həfsənin ataları Əbu Bəkir və Ömərlə birgə Peyğəmbəri zəhərləyərək öldürmək üçün suiqəst planı qurduqlarını bildirir. Və bu səbəbdən şiələr və ya Həfsə və ya Ayşəyə lənət edənlər onlara lənət oxuyurlar. Çünki bu rəvayətlərə görə onlar Peyğəmbəri qətlə yetirmiş və ona bu dərəcədə xəyanət etmişdilər. Və onların o qədər də yaxşı olmadıqlarının başqa bir təsdiqi isə baş vermiş böyük bir döyüş idi. Bu döyüş Cəməl döyüşü idi. Və bu döyüşdə müsəlmanlar arasında böyük bir qırğın baş verdi. Təsəvvür edin ki, Peyğəmbərin bütün səhabələri müsəlmanları öldürür. Onlar bir-birinə hücum edirlər, bir-birlərini qırırlar. Ata oğula, qardaş qardaşa qarşı vuruşur, döyüş gedir. Bir tərəfdə Əmir-əl-Möminin Əli ibn Əbu Talib əleyhissalam var idi və on minlərlə müsəlmana rəhbərlik edirdi. Digər tərəfdə isə ona qarşı olan ordunun başında Peyğəmbərin həyat yoldaşı dayanırdı. O bir dəvəyə minmişdi və Əli ibn Əbu Talibə və onun səhabələrinə qarşı döyüşürdü. Halbuki Peyğəmbər açıq-aşkar bildirmişdi ki, haqq Əli ilədir, Əli də haqq ilə. Və Peyğəmbər aydın şəkildə bəyan etmişdi ki, o və Əli eyni nurdan yaranıblar və onun əməlləri və sözləri Əli ibn Əbu Talibin sözləri və əməlləridir. Və Əli ibn Əbu Talibin sözləri və əməlləri Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin sözləri və əməlləridir. Hətta Əli ibn Əbu Talib cənnət gənclərinin ağaları olan Həsən və Hüseynin atası olduğu halda yenə də ona qarşı vuruşmağa çıxdılar. Və bu bəzi xüsusi rəvayətlərlə yanaşı onlara çox da bir üzr yeri qoymur. Həmin rəvayətlərə əsasən Rəcət zamanı qiyam hadisələrində Qaim Peyğəmbərin bəzi zövcələrindən, artıq o inkarnasiyada onun zövcələri olmayanlardan intiqam alacaq. Vəsiyyətin özündə də çox önəmli bir ifadə var ki, orada Peyğəmbər İmam Əliyə belə deyir: Sən əhl-i beytin və qadınların üzərinə onlar diri və ölükən bəsimsən. Kimi saxlasan sabah məni tapar və kimi boşasan mən ondan bəri olaram. Qiyamətdə nə mən onu görəcəyəm, nə də o məni. Ona görə də bu ifadənin vəsiyyətdə yer alması bir qədər qəribə görünür. Çünki Peyğəmbərin vəfatından sonra bəzi zövcələrini dəvəyə minib İmam Əli ibn Əbu Talibə müsəlmanları qızışdırdıqlarını görürük. Bu mövzu ilə bağlı o qədər çox rəvayət var ki, bir görüşdə onların hamısını danışmaq mümkün deyil. Çoxlu rəvayətlərdə bildirilir ki, bəzi zövcələr Fatimə-i Zəhra əleyhissalama qarşı çox kobud və təhqiramiz davranırdılar. Ona qarşı qısqanclıq hissi ilə dolu idilər. Onu incidirdilər, ağladırdılar və bu kimi bir çox hadisələr baş verirdi. Bəli, çox sağ ol Nəba Sadiq. Sual